Salam uşaqlar, bugünkü dərsimiz xanlıqlar dövründə ictimai iqtisadi həyatdır. Başlayaq dərsə. 18-ci əsrin ikinci yarısında Azərbaycan feodal parçalanması dövrü ayar feodalların, o cümlədən xanların öz müstəqillərini saxlayıb möhkəmləndirmə çalışması mərkəzləşmə siyasətinə maneə törədirdi. Ölkədə iqtisadi inkişaf ləngiyirdi. Bu dövrdə xanlıqların iqtisadi həyatı və ictimai həyatı üçün natural təsərrüfat səciyyəvidir. Burada əsas rol feodal istehsalı münasibətlərinə düşürdü. Xanlıqda əsas sosial qruplar feodal kəndlər təşkil olunurdu. Xanlıqlar daxildə sosial qrupları bunlar idi. Feodal təbəqəsi, yəni hakim zümrə, iki kəndlər, üstə sənətkar və tacirlər idi. Xan, sultan, məlik, elbəyi, bəy və ruhanilər feodal zümrəsini təşkil edir. Rəiyyət isə feodala vergi ödəyən, əsasən dövlətə vergi ödəyən kəndlər idi. Onlar divan mülk və vəqf torpaqlarında yaşayırdılar. Torpağı və əmək şəraiti olmayan kəndlər isə rəncbərlərdir. Onlar xan və feodal mülklərində işləyir, məhsul üstəkisin vergi kimi verilir. Bir rəncbər mülk kimi şəxsən nəsildən nəsillərə verilirdi. Mal, davar, əkinçi mallarla məşğul olanlar isə köçürə həyat tərzi keçirən elatlar idi. Onlar yayla, qışa həyat tərzi keçirir və elbəydən asılı idilər. Xan qoşunun əsas hissəsini təşkil edir və az vergi verirdilər. Qeydlərə baxaq, Azərbaycan kəndli hüquqi baxımdan sahibkarların şəxsi asılı olmadıqlarına görə təkimçilik münasibətləri olmamışdır. Xanlıqların idarəetmə sistemində qismi dəyişikliklərlə bərabər Səfəv və Əfşar dövlətlərinin idarəetmə sistemi əsasında qurulmuşdur. Xanlıqların daxili idarəetmə sisteminə baxaq. Xanlıq hakimiyyəti siyasi qurum kimi tək hakimiyyətə əsaslanırdı. Xanlığı bütün qanunverici məhkəmə və icra hakimiyyətə sahib, geniş səlahiyyətləri olan xan idarə edirdi. Xanlıqları idarə etmə sistemində saray məmurları mühüm yer tuturdu. Xanlığın idarə etməsində xanın ən yaxın köməkçisi vəziri sayılırdı. Bir sıra xanlıqlarda xan yanında məsləhətçi səlahiyyətə malik divan və xan şurası fəaliyyət göstərirdi. Bunlar Qarabağ, Quba, Şəki və Şaman xanlıqları idi. Xanın sosial dayağı darğalar, yüzbaşlar, kəndtuqlar və naiblər təşkil edirdi. Digər məmurlar kimi onlar da xandan maaş almır, xidmətin əvəzinə xəzinə üçün toplanan vergi hesabına öz maaşlarını götürürdülər. Xanlıqlar dövründə Azərbaycan inzibati bölgüsünə baxaq. Yəni idarə etmədəki inzibati. Xanlıqlar dövründə xüsusi dəstələr bunlar idi. Xanlıqların asayiş qorçuları idi. Qoşun əsasını təşkil edirlər. Xan kəndlərini təhdiddə saxlamaq məqsədilə yaratmışdı. Xana hərbi xidmət göstərməli və onun çağırışı zamanı əlində silah gəlməli idi. Xan xidmət müqabilində onlara xüsusi imtiyaz verir, vergi rüsumlardan azad edirdi. Vəzifələrə baxaq, xanlıqlar dövründə idarə etmə sistemi xan kimi idi. Xanlıqda bütün hakimiyyət ona məxsus idi. Məhkəmə səlahiyyətində xanın müstəsna hüquqları var idi. Xanlıqlarda məhkəmə sistemi vəzifə yeri şəhid məhkəməsi tuturdu. Naiblərə baxaq, mahalları idarə edir. Bu vəzifə irsi olsa da hər dəfə xan tərəfindən təsdiq edilməli idi. Yüzbaşı və kəndtuqlara baxaq, kəndləri idarə edirdi. Şəhər ağsaqqalı şəhərdə mahalları idarə edir, vergi toplayır, xan və naib sərəncamını yerinə yetirirdi. Ustabaşılar valideyn sənətkar təşkilatının, yəni əsnafların başçılıq edir, onların inzibati, maliyyə və mülk məsələlərinə baxırdı. Xanlıqlar dövründə şəhər məmurları Kələntər və Qavəyi idi, şəhərləri idarə edirdi. Darğa şəhərdə ticarət aparılan yerlərdə qayda nəzarət edir, yəni polis vəzifəsini icra edirdi. Darğaları öz vəzifələrini layiqlicə yerinə yetirməyə həvəsləndirmək üçün darğalı adlanan vergi müəyyən edilmişdi. Naiblər valideyn təsərrüfatı idarə edir, vaxtında vergilərin yığılmasından kənar ərazilərdə məsuliyyət daşıyırdı. Mükəlləfiyyətlərin yerinə yetirməsini təmin edirdi. Sənətkarlar üzərində vergi təyin edilməsi və toplanmasını yerinə yetirirdi. Şəhər idarəsində şəhər ağsaqqalları, darğalar və usta bəyləri də mühüm rol oynayırdı. İndi torpaq mülkiyyət formalarına baxaq, vergilərə baxaq. 18-ci ikinci əsr xanlıqların iqtisadi həyatında əsas yer kənd təsərrüfatı, əkinçilik və malları tuturdu. Bu dövrdə Azərbaycanın torpaq mülkiyyət formaları əvvəlki dövrdə olduğu kimi mülk, tiyul, vəqf və icma qalmaqda idi. Lakin əvvəlki dövrdən fərqli olaraq bu dövrdə torpaq mülkiyyət formaları xan torpaq mülkiyyət formasında meydana gəlmiş. Xan torpaqları dövlət torpaqları ilə xan ailəsinin məxsus torpaqların birləşməsi nəticəsində yaranmış torpaq mülkiyyət forması idi. 18-ci əsrin ikinci yarısında tiyul torpaq mülkiyyət daha da genişlənmişdi. Xanlıqlar dövründə tiyul torpaq sahibinin səciyyəvi cəhətləri bunlar idi. Şəhidli xarakterli əşyalar tədricən irsi səciyyə alırdı. Xan tərəfindən xüsusi sənədlə müəyyən edilmiş şəxslərə xidmətə görev verilirdi. Səfəv dövrünə fərqli olaraq xanlıq dövründə isə dövlət və ya saray torpaqları xan torpaqları adlandı. Tiyul torpaq sahibi tədricən irsi səciyyə almağa başladı. Xanlıqlarda vergilərin toplanması üçün xüsusi qayda yox idi. Bu başda naib olmaqla vergi yığan öz başlanğıcı üçün şərait yaradırdı. Kəndlərin ağır vəziyyəti onların hakim zümrəyə qarşı mübarizəyə çalışmasına səbəb olurdu. Xanlıqlar dövründə vergilərə baxaq. Malcəhətdə əsas vergi növü idi. Müxtəlif xanlıqlarda məhsulun 1/10 və 1/3 qədər dəyişirdi. Söhbaşı otlaqlardan istifadəyə görə rəiyyətdən alınan vergi idi. Dağbaşı bağlardan toplanan məhsulun 1/10-ni təşkil edir. Darğalıq xan əmri ilə vergi yığan məmurun xeyrinə alınırdı. Bayramlıq isə bayramda rəiyyətin feodala hədiyyə yetirməsi idi. Mirzəyana xan dəftərxanasının inzibati idarə etmənin digər qurumların xərcini ödəmək üçün toplanan vergi idi. Xanlıqlar dövründə mükəlləfiyyətlər isə bunlar idi. Biyar kəndlərin ağa təsərrüfatı haqqı ödəlməyən gördüyü işlər idi. İldə 3 gündən 6 günə baş verirdi bu. Əvrəz var idi, yəni iməclik, natura və ya mükəlləfiyyət icra etmək üçün ödənilən vergi idi. İldə 2 gün olurdu
Əvrəz zamanı kəndin bütün əhalisi qala, körpü hörməli idi. Federal təsərrüfatı və ev işləri birlikdə çalışmalı idilər. İndi kənd təsərrüfatına baxaq, xanlıq dövründə ayrı bölgələrdə bəzi kənd təsərrüfatların üzrə ixtisaslaşmışdı. Məsələn, ipəkçilikdə Şamaxı, Şəki, Qarabağ, Naxçıvan və Lənkəran inkişaf etmişdi. Şamaxı hakimi Məhəmməd Səid xan Şamaxıda ipəkçilik inkişafı üçün bərpa üçün Təbrizdən ustalar gətirmişdi. Bu dövrdə Şamaxıda, Şəkidə, Təbrizdə toxunan ipək parçaları xarici ölkəyə ixrac olunurdu. Zəfərin Abşeronda yetişdirildi, Səhliş və Şəkər Çolunur, Lənkəran, yəni Dağçanlığında yetişdirildi. Pambıqçılıq Şirvan, Gəncə, Qarabağ, Naxçıvan və Azərbaycan cənub qanadlarında yayılmışdı. Bağçılıq isə Xəzər dənizi və Kür çayı sahillərində geniş yayılmışdı. İndi şəhərlərə baxaq. 18-ci əsrin mühüm ticarət və sənətkarlıq mərkəzi olan qədim Təbriz, Şamaxı, Ərdəbil, Dərbənd, Urmiya, Xoy və Gəncə şəhərləri kimi yanaşı 2 yeni şəhər salınmışdı. Bu yeni Şamaxı, Ağsu, bir də Şuşa, yəni Pənahabad şəhəri idi. Hər bir şəhər əsas yer, bayır və sənətkarlıq məhəllələrindən ibarət idi. 18-ci əsrdə Azərbaycan şəhərlərini bir-birini nəzər salaq. Şuşa şəhəri siyasi və iqtisadi mərkəzi kimi xüsusi yer tuturdu. Şuşa qalası təbii qala idi. Şuşa qalasının Xan sarayı bir qədər uzaqda Əsgəran qalasına sürülmüşdü. Əsgəran qalası Şuşa qalasına gedən yolu qoruyan əsgərlər yerləşdirilmişdi. Şuşa şəhərinə köçənlər məhəllə yerləşdirilmişdi. Şəhərdə Təbrizli, Əylisili, Qazancılı, Köçərli, Qurtlar, Culfalar kimi məhəllələr var idi. Qarabağ xanlığı təsərrüfatının mühüm sahələrindən biri atçılıq idi. Qarabağ atları ingilislərin Hindistan süvari qoşunu üçün satılırdı. Abşeron baxaq, yəni yeni Şamaxı. Feodal ara müharibələr və xarici işğalçıların başqaları nəticəsində böyük zərər dəymişdi. Köhnə Şamaxı və yeni Şamaxı şəhər arası tez-tez biri digər şəhərdən digərinə köçürdü. Burada Şalballar, Sabunçular, Xarrat, Zərgərlər, Dulusçular, Sandıqçı və Çanaqçılar kimi məhəllələr mövcud idi. Naxçıvan şəhərinə baxaq, digər xanlıqların paytaxtdan nisbətən kiçik idi. Quba şəhəri Azərbaycanın mühüm siyasi və iqtisadi mərkəzi kimi şöhrət tapmışdı. Faydalı qazıntılarla zəngin olması sənətkarlığın inkişafı üçün zəmin yaradırdı. Sənətkarlıq məhsulları xaricə ixrac olunurdu. Təbrizə baxaq, Azərbaycanın ən böyük şəhərlərindən idi. Burada keçən karvan yolları bu dövrün ən böyük iqtisadi əhəmiyyətinə malik olduğunu göstərirdi. Şəki Qırxbulaq yaylasından biçməli su çəkilmişdi. Qala şəhəri, yəni köhnə şəhər, Topxana və Dəmirbulaq adlı 4 məhəllədən ibarət idi. İndi sənətkarlığa baxaq, sənətkarlıqda nə deyil? Şamaxı xanlığının Baskaq, Mücü və Lahaz kəndi sənətkarlıq mərkəzindən sevilmişdi. Baskaq və Mücü müxtəlif ipək parçaları, çalayaqlar, Lahazda isə mis qab-qazlar, həmçinin müxtəlif silah üzümlərdən tüfəng xəncər hazırlanırdı. Kəlağayı ipək sapdan toxunmuş qadın başörtüyü idi. Bədii tikmə növündən olan gülsəbətin və qızıl və ya gümüşü saplarına istifadə edilməsi hazırlanan tikmə növü idi. Digər bədii tikmə növü isə təkdüz adlanır. Təkdüz vətəni olan Şəki ipəkçiliyin inkişafı üçün onun inkişafına təkan verilmişdi. Taxta və rəngli şüşələrin birləşdirilməsindən yararlanan şəbəkə sənəti Şəki xanlığının sarayında istifadə edilmişdi. Şəbəkənin özəlliyi figurları yapışqan və ya mismardan istifadə olunmaması idi. Hal-hazırda Şəki xan sarayında mövcuddur sistem. Xanlıqlar dövlət sənətkarlıq iki qrupa bölünürdü. Sənətkar sexlərinin üzvləri və ev şəraitində fərdi əməklə məşğul olanlar. İndi xalçaçılığa baxaq, Eliyən və Ksenofond buna haqqında məlumat vermişdi. 18-ci əsrdə xalçaçılıqda Quba, İrəvan, Bakı, Qarabağ və Təbriz xüsusilə fərqlənirdi. Qarabağ xalçaçıları məktəbi Şuşada cəmləşmişdi. Bu dövrdə Şuşada klassik çeşidli xalçalarla yanaşı Rusiyadan həm də Avropadan götürülmüş Naxçıvanın yeni xalça kompozisiyaları, Bağçada güllər, Sarsıda güllər və bulud kimi bəzi kompozisiyalar toxunurdu. Azərbaycan xalçaları əsas qırmızı rəngdə işlənirdi. Qırmızı rəng almaq üçün isə köşənil geniş yayılmışdı. 1828-ci Türkmənistan müqaviləsindən sonra Təbriz xalçaları dünyanın İran xalçalarına tanındı. Qubada Titsi xalçaları hazırda Viktoriya və Albert və metropoliten müzeylərinə nümayiş olunur. İrəvan xalçaları xovlu və xovsuz növlərə bölünürdü. Bakı rəssamları əsasən içəri şəhərdə Qala və Novxana və Maşalada xalçaları əsasən burada toxunurdu. Heydər Əliyev fondu Azərbaycan Xalça Müzeyinin 18-ci əsrdə ayılan Qarabağ Nadir Xətai xalçası hədiyyəsi etmişdi. Uzun illər Avstriya rəngçilərlə şəxsi kompozisiyasında saxlanılan bu xalça dünyada əcdahalı kimi tanınan xalça tipinə aiddir. Orta əsrdə bu cür xalçalar yalnız Azərbaycanda Qarabağ və Şirvan ərazisində toxunurdu. Böyük ipək yolu isə xaricə göndərilirdi. İstanbulun Türk və İslam əsərləri müzeyindən bəzi nümunələri hazırda saxlanılan bu xalçalar Qobustan da adlandırıldılar. Ticarətə baxaq, 18-ci əsrdə Volqa Xəzər ticarət yolu Azərbaycan limanları xüsusi fərqlənirdi. Bu yolla Rusiya və Qərbi Avropa ölkələri xüsusilə İngiltərə və Hollandiya bazarlarına çıxarmaq olurdu. Ticarət yollarını xanır, rəhdar və bazarları tazlərdən, rəhdaradan gömrək və eşit toplayırlar. Hər bir xanlığın mərkəzində mis, gümüş puldan kəsilən zərbxanalar mövcud idi. Bu dövrdə istənilən pul vahidləri, yəni əsasında işlənilən Abbası, Tümən, Qıranı və Şahı idi. Şuşa şəhərində zərb olunan Pənahabadi adlanan pul qonşu ölkələrdə də işlənilirdi. Ticarətdə əndül pullarına da istifadə olunurdu. Azərbaycan xalqlarının hər bir mövcud olan müxtəlif təşkil pul vahidləri xarici və daxili ticarətin inkişafına ciddi mane olurdu. İndi təhsilə baxaq, 18-ci əsrdə maarifçinin inkişafına baxsaq, yadelli hücumları, feodal dağıntıları, müharibələri, təhsil
müəssisələrinə aid vəqf torpaqlarının feodal tərəfindən tutulması, vahid dövlətin olmaması, natural təsərrüfatın mövcud olması, maarifə yetərincə diqqət göstərilməməsi mənfi təsir göstərirdi. Təhsilin inkişafına 18-ci əsrdə məktəblərdə, məscidlərdə və şəxsi evlərdə fəaliyyət göstərirdilər. Təlim və təhsil məsələlərinin xadimləri rəhbərlik edirdi. 6 yaşında məktəbə gedən uşaqlar əvvəlcə ana dilində, daha sonra fars dilində təhsil alırdılar. Əsas dərs isə Quran idi. Şuşada Vaqif, Qazaxda fərdi məktəblərdə var idi. Ali tədris müəssisələrinə baxsaq, mədrəsələr hansı ayda necə fəaliyyət göstərdi. Tələbələrin əsas vaxtı istifadə sahib olmaq üçün çalışmaları ilə keçirdi. Əsasən ilahiyyat elmləri tədris olsa da bəzən təbiət elmləri də keçirdi. Buranı bitirənlər isə xüsusi vəsilələr, yəni diplomlar alırdı. İndi elmə baxsaq, bu dövrdə ədəbiyyat, şeir, kitab sənəti öz şaxəsələri yaratmışdı. Elmin tüccarı tanınmış coğrafiyaşünaslar Hacı Zeynəddin Şirvani, Hacı Məhəmməd Əli Şirvani, tarixçi Əbdülrəzzaq Dilanlı, Təbriz və İrəvan xanlarının yazıçısı Əbdülrəzzaq Dilanlı, Məcməyi Sultani əsəri 18-ci əsrin sonu 19-cu əsrlərində Şərqdə cərəyan edən hadisələrdən bəhs edir. Əsərin yeganə nüsxəsi Məndəstan Əlyazmaları İnstitutunda saxlanılır. Memarlığa baxsaq, xanların dövründə memar abidələri Şəkixan sarayıdır. Şəkixan sarayı Hüseyn xanın dövründə tikilmişdi. 1763-də Usta Abbasqulu tərəfindən tikilmişdi. UNESCO mədəni irsinə daxil edilmişdi 2019-da. Daha sonra Şəkilə Karvansara, Şuşada Pənxan xan məscidi və kitabxanası, Qarabağda Bayat, Şahbulaq, Əsgərama, Şuşa qalaları, Bakıda Çəli Qara divarları daxilində Şamaxı qapısı adlanan saray kompleksi, Naxçıvanda Xan sarayı, İrəvanda baş memarı Mirzə Cəfər olan Sərdar xan sarayı, İrəvanda Göyün məscid 1764-cü ildə Hüseyn Əli xan tərəfindən inşa edilmişdir. 1988-də erməni daşnaqlarının vasitəsilə tamamilə yandırılmış və yoxa çıxmışdır. İrəvanda 1791-ci ildə Hüseyn Əli xanın oğlu Məmməd Hüseyn xan Sarda sarayın güzgü salonu və ya iqamətgahını tikilmişdi. Bu abidə də erməni vandalizmin qurbanı olmuşdur. Sonra belə deyək, Şəkixan sarayı, görkəmli türk yazıçısı, düz şairi Nazim Hikmət saraylara baxdıqdan sonra demişdir. Əgər Azərbaycanda başqa qədim türklər olmasa da təkcə Şəkixan sarayını dünyaya göstərmək bəs edərdi. Daha sonra rəssamlığa baxaq, rəssamlıq nə idi? Musiqi və rəssamlığın inkişafı üçün daha çox təkmilləşdirilmiş bəzi işlər var. Divarüstü boyakarlıq və öz inkişafı yüksək zirvəsinə çatmışdı. Buna misal olaraq Şəkixan sarayının divarüstü rəsmini göstərmək olar. Gəncəli Cavad xanın və Bakı xanın büstləri günümüzə də gəlib çatan incəsənət nümunələrindəndir və xanəndəlik və aşıq sənətdə həmin dövr üçün inkişaf etmişdi. Dərsimiz bu qədərdir. Ümidvaram əsas yerləri diqqət eləyərsiniz. Burada yəni torpaq mülkiyyəti olsun, idarəetmə olsun, daha sonra memarlıq abidələr olsun, kəndli və sənətkarlıq təbəqələri olsun, sosial təbəqələri. Bunlara ciddi fikir vermək lazımdır ki, yəni əsasən suallar bu hissədən düşür. Ümidvaram sizin üçün faydalı olar. Oldu, çox sağ olun.